Yeni dövrdə uşaq böyütmək mövzusuna həsr olunan Bağçam Valideynlik Forumu valideynləri və mütəxəssisləri bir araya gətirib. Forumda uşaqların psixoloji sağlamlığı, inkişafı və valideyn-övlad münasibətləri ilə bağlı aktual mövzular müzakirə olunub. Bağçam Uşaq Bağçaları şəbəkəsinin təşkilatçılığı ilə həyata keçirilən forum bu il yeni dövrdə uşaq böyütmək mövzusuna həsr olunub. Tədbirin əsas məqsədi müasir dövrdə uşaqların inkişafı, psixoloji sağlamlığı, valideyn-övlad münasibətləri və effektiv ünsiyyət mövzularında faydalı məlumatlar təqdim etməkdir. Narahat olduğu məqamlarla bağlı mövzuları müzakirə eləyirdik. Psixiatrımız vardı, psixoloqumuz vardı, pedaqoq, öz valideyn təcrübəsini paylaşan valideyn vardı. Maraqlı bir görüş oldu. Gələn valideynlər faydalandılar. Valideynlərin rəqibi olan telefon, planşet, sosial medialara qarşı, yəni doğru uşağı necə böyütmək, dəyərləri necə formalaşdırmaq, hansı bacarıqlar olmalıdır, formalaşmalıdır. Yəni bu mövzuda görüş keçirdik. Forumda öz sahələrinin peşəkar mütəxəssisləri, həkim psixiatr Leyla Abdullayeva, uşaq və yeniyetmə psixoloqu, psixoterapevt Murad Akifsoy, korporativ ünsiyyətlər üzrə regional ekspert Lalə Əfəndi və Simurq Baylandau School'un baş direktoru Tural Abbasquliyev spiker qismində çıxış ediblər.